Xoş gördük əziz dinləyicilər. Bir dini mövzu ilə bu günlərdə keçirilən bir dini mövzu ilə, yəni Qədruxum bayramı ilə bağlı istəyirəm ki, bir balaca danışaq və hər dəfə biz bunu təkrarladıqca, təkrar biliyin anasıdır və insanlarımız çox şeydən, çox mətləblərdən xəbər durur və əsl həqiqətlərdən. Bugün bilirsiniz ki, iki nüans var. Bu günləri şiələr Qədruxum bayramı keçirdilər. Həzrət Əlinin hakim olmasını qeyd edirlər ki, Həzrət Peyğəmbər onu seçdi və onun bayramını keçirdilər, vilayətin bayramını keçirdilər. İndiki sələfi və sünni əqidəsinə baxarsan, görürsən ki, onlar da bunu inkar edir ki, yox mənim əzizim, İslamda belə bir hadisə olmayıb, bunun başqa Yəməndən gələn səfərlə bağlı olan bir məsələdir. Dostlar, İndi bütün bunları qoyaq bir kənara, gəlsin əsl mahiyyətdən danışaq. Həzrət Əli əleyhissalam biz hakim hesab edirik, Həzrət Əli əleyhissalam ədalətli filan bəsməkan tamamilə doğru. Həzrət Əli əleyhissalam ədalətlidir və hər bir zamanda ədalətli bir insanı hakim görmək hər kəs üçün gözəldir. 1400 il bundan əvvəl olan cahil kütlənin cahilliyi nəticəsində Həzrət Əlilər yox, xalqın seçmədiyi insanlar gəldi hakimiyyətə, düzdürmü? Amma biz 1400 il bundan əvvəlki olmuş bir hadisəni gətiririk dinin içinə. Əvvəla onu deyim ki, bizim üçün ən vacib yol Quran-ı Kərimdir və biz Quran-ı Kərimlə getmək zorundayıq. Ona görə yox, Elxan belə istəyir. Yox, ona görə yox, Allah belə istəyir. Allah Ərəb surəsində bildirir ki, bundan ayrılma, bu kitabdan ayrılma. Biz də o kitabda nə varsa ondan gedəcəyik. Bunu qoyduq bir kənara. İndi nəyin bayramını keçirdirsiniz? Nəyin mübarəkliyini, nəyi qeyd edirsiniz? Vilayət Həzrət Əli əleyhissalamın ədaləti aradan getdi, biz onun ədalətini müdafiə edirik. 1400 il bundan əvvəlki ədaləti müdafiə edirsiniz və bugünkü ədaləti kim müdafiə edəcək? Bu günləri məgər Əliləri hakimiyyətə qoya bilirsiniz və yaxud da ki, Əli, yəni ədalətli şəxsləri, istədiyiniz ədalətli şəxsləri hakimiyyətə gətirə bilirsiniz? Yox. Bəs niyə görə 1400 il bundan əvvəl Həzrət Əlinin hakimiyyətinin qəsb edilməsinə inanırsınız? Niyə? Yaxşı, nə üçün Həzrət Əli olmalıydı hakimi? Kim gətirməliydi? Xalq gətirməliydi də? Cəmiyyət gətirməliydi də? Bəs niyə görə bu günləri siz onu düşünmürsünüz? 1400 il bundan əvvəlki tarixin arxasına gedirsiniz. Və bu günləri ədalətliləri kim gətirəcək? Bu günləri ədalətli saydığınızı gətirə bilirsiniz hakimiyyətə? Yox. Bu günləri ədalətli saydıqlarınızı hakim edə bilirsiniz. İmkan yarada bilirsiniz ki, onlar hakim olsun. İmkan yarada bilirsiniz ki, onlar sizə haqqı çatdırsın. Yox. Bəs nəyin bayramını keçirdirsiniz? Baxın, Allahın Quranda buyurduğu yol, əlbəttə ki, Allahın Quranda buyurduğu yol ədalət yoludur. Allahın Quranda buyurduğu yol elm yoludur. Sən nə qədər elmlə gedirsən, sən nə qədər bu günləri Allahın dediyi Quranla, oxumaqla davam edirsən. Bir cəmiyyət əgər cahildirsə, o cəmiyyət zəlildir. Bir cəmiyyət əgər cahildirsə, hansı dönəm olur olsun, orada heç vaxt Əlilər hakimiyyətə gələ bilməz. Ona görə də bu günləri müsəlmanlar yekə-yekə bayram keçirdir, digəri də bunu inkar edir. İnkarçı ilə də işim yoxdur, bayram keçirdənlə də işim yoxdur. Sadəcə bir sual verirəm sənə, sən nə qədər ləyaqətlisən Allahın dediyi formaya? Sən nə qədər Əli kimi natiqi Quransan, sən nə qədər Əli kimi oxuyansan, sən nə qədər Əli kimi cəmiyyətindən fərqlənirsən cahil olmamaqda, nə qədər fərqlənirsən. Bu işi həll edə bildin, Quran oxuyursan, haqqı bilirsən, savadlısan, cəmiyyət olaraq ayaq üstə dura bilirsən, yox dura bilmirsənsə onda hər zaman səni Həccac bin Yusiflər idarə edəcəkdir. Bu günləri də ədalətli insanlar yıxılır, bu günlərdə ədalətli insanlar öldürülür, bu günlərdə ədalətli insanlar hakim qoyula bilmir. Dünyanın hər yerində biz buna rast gəlir, əsasən İslam dövlətlərində biz buna hər gün rastlaşırıq. Mursini xalq gətirdi, qoydu, amma Amerika yıxdı. Seçə bildiniz? Cəmiyyət ədalətli oldu ki, özünüz istədiyini gətirib seçə bilsin? Yox. Bəs nəyin bayramını keçirdirsiniz? Və bu günləri siz bu bayramı keçirməli özü haqqın arxasına gedən hesab edirsiniz? Xeyr. Haqqın arxasına getmək Allahın dediyi cəhalətdən canını qurtarmaqdır. Oxumaqdır. Çünki oxumuş cəmiyyəti, ağıllı cəmiyyət, oxumuş cəmiyyət hər zaman Əliləri gətirib seçəcək. Narahat olma. Ona görə də Allah bunun bir formasını, bir üslubunu qoyub ortaya. Bunun üslubu forması nədir? Əlbəttə ki, oxumaqdır. Ona görə Allah deyir, oxu. Çünki oxumuş cəmiyyət hər zaman ədalətləri gətirər.
oxumuş cəmiyyətlərdə heç zaman fasiqlər, zalimlar gəlib rəhbər ola bilməzlər. Ona görə də mənim əzlərim, keçirdiyiniz bu bayramın mahiyyətini kaş ki başa düşəydiniz. Ümumiyyətlə bu dində yoxdur, bununla işim yoxdur. Yəni Qurani-Kərimdə yoxdur, bununla işim yoxdur. Amma nəyin bahasına olursa, istəyir olsun, istəyir olmasın. Hər bir zamanda ədalətliləri hakimiyyətə gətirə bildiyi fikirləşən. Gör bunu eləyə bilirsən. Eləyə bilirsənsə sən müsəlmansan, eləyə bilirsənsə sən bu formada bayramlar keçirməkdə də sənə haqq qazandırmaq olar. Yox, sən 1400 il bundan əvvəlki bir ritualla yaşayırsansa qardaşım, müsəlman olaraq da, İslamda olaraq da, elə şiə olaraq da, sünni olaraq da, hər kəs olaraq da bədbəxtsiz əgər bu günləri belə əleyləri seçmə imkanınız yoxdursa. Təşəkkür edirəm.